Qarabağın futbolçuları sabah keçiriləcək Turan Tovuzla oyundan qabaq çox gözəl bir xəbər eşitiblər. Komandanın rəhbərliyi futbolçulara Çempionlar Liqasında 10 xal topladıqlarına və növbəti mərhələyə çıxdıqlarına görə yaxşı mükafat verir. Əsas heyətin oyunçularına Liverpoolla oynayan oyundan sonra 200 min, əvəz edilənlərə 150 min, ehtiyatda qalanlara isə 100 min. Yəqin ki, bu daha çox əvəz edilən Nəriman Axundzadə, Musa Qurbanlı, Toral Bayramova aiddir. Çünki onlar əsasən komandanın ikinci heyəti sayılırlar və sabah keçiriləcək Turan Tovuzla oyunda özlərini göstərməyə çalışacaqlar. Yada salaq ki, Turan Tovuz Qarabağdan 6 xal geridədir və əgər bu oyunda qələbə qazansa və həmçində komandanın ehtiyatda qalan bir oyunu da var. O oyunu da utsa artıq ikinci yerə qalxa bilər. Qarabağ isə onu da xatırladaq ki, çempionatın son oyununu çox pis keçirmişdi. Öz meydanında Kəpəzə 0-2 hesabı ilə məğlub olunmuşdu. Ümid edək ki, Çempionlar Liqasından əldə olunan böyük uğur komandaya biraz yaxşı təsir edir. Həm də ki, pul mükafatı. Maşallah, çox gözəl mükafatdır. Çıxın, oynayın.